Ramiz Mehdiyevin evindən 17 milyon pul çıxıb və bu barədə biraz öncə qeyd elədiyim kimi deməli DTX-nın açıqladığı məlumatda bildirilir və DTX-nın yaydığı videoda keçmiş administrasiya rəhbərinin evində aparılmış əməliyyatın görüntüləri yer alıb. Həmin o qısa görüntünü də verə biliriksə ekranlara gətirək və bu arada bir daha qeyd edirəm. Deməli TikTok'dan bizi izləyənlər YouTube üzərindən yayımımızı belə deyək, izləməyiniz mümkündür. Bəli, həmin bu görüntülərdən söhbət gedir. Görürsünüz, burada yeşiklərdə deməli manatla olan pullardır, dollarla olan pullardır ki, bax bu pullar cinayət yolu ilə əldə olunmuş vəsaitlərdir, 17 milyon manat. Çünki belə baxsaq, nətər deyərlər, istənilən bir məmur üçün yəni əmək haqqı ilə yığılacaq, qazanılacaq pul deyil və nəzərə alaq ki, Ramiz Mehdiyev də vəzifəli şəxs olub, yəni biznes, ticarət adamı olmadığına görə bu pulun təbii ki, mənbəyində cinayətin olduğu da belə deyək, şübhə doğurmur.